Belə bir hadisəyə şahid oldum ki, yol gedən valideyn və yeniyetmə övladı təxminən 6-7-ci sinifdə oxuyardı. Kurtkasını çıxarmaq istəmədiyi halda valideyn ona israrla bildirirdi ki, kurtkanı çıxar, sənə isti olacaqdı, ancaq uşaq isə bunu istəmirdi. Valideyn isə bildirdi ki, mən çıxar dedimsə çıxarmalısan. Və bununla yanaşı digər seçimlərində də, məsəl üçün çantasından nəsə istədikdə artıq valideyn ona vermirdi, mən verəcəm sənə, bunu mən edəcəm. Yəni övladının yerinə özü qərar verirdi və ona seçim şansı vermirdi. Eyni zamanda da onun qərarlarını sanki yoxmuş kimi görürdü və onun yerinə qərar verirdi. Bu situasiyadan o nəticəyə gəlmək olar ki, gələcəkdə həmin oğlan övladı artıq sərbəst şəkildə heç bir seçim edə bilməyəcək, özünün müstəqil qərarı olmayacaqdır, eyni zamanda məsuliyyət hissini dərk etməyəcəkdir və gələcəkdə ailə həyatı qurduqda xanımından belə anası kimi davranmasını tələb edəcək və gözləyəcəkdir. Və bu hallarla da rastlaşmadığı zaman artıq ailə içi münasibətləri dağılmasına gətirib çıxaracaq, eyni zamanda boşanmalara da gətirib çıxara biləcək. Onun üçün əziz valideynlər, çalışın ki, övladlarınızı sərbəst seçimlər verin, eyni zamanda onlara məsuliyyət hissini öyrədin.